15 min tibb bacısı etiraz edir, tətilə çıxıb işləmirlər. Səbəb isə maaşlarının az olmağıdır. Bu və digər xəbərləri dinləmək üçün, izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. 15 min tibb bacısı tətilə çıxıb. Maaşın azlığından, inflyasiyadan şikayət edən bu tibb bacılarının isə tətili Amerika Birləşmiş Ştatlarında baş verir. Detalları indi biləcəyik. 15 min tibb bacısı tətilə çıxdı. New York şəhərində tibb işçilərinin tarixində ən böyük etiraz aksiyası keçirilir. Şəhərdə təxminən 15 min tibb bacısı işlərini dayandıraraq küçələrə çıxıb. Politico nəşrinin məlumatına görə bu New York tarixində tibb bacılarının say baxımından ən böyük tətilidir. Aksiya iştirakçıları inflyasiyanın mövcud səviyyəsini nəzərə alan maaş artımı, kadr çatışmazlığına qarşı tədbirlərin qorunub saxlanılması və genişləndirilməsi, eləcə də əmək müqavilələrinə iş yerində zorakılıqdan müdafiə mexanizmlərinin daxil edilməsini tələb edib. Xəstəxana rəhbərləri irəli sürülən tələbləri real olmadığını və federal maliyyə dəstəyinin azalması riskindən narahat olduqlarını bildirib. New York ştatının qubernatoru Kathy Hochul pasiyentlərin təhlükəsizliyini təmin etmək üçün əlavə resursların səfərbər edildiyini açıqlayıb. Şəhər meri isə əhaliyə tibbi xidmətin fasiləsiz göstəriləcəyinə dair təminat verib. Xəstəxanalar müvəqqəti personal cəlb etməyə məcbur qalıb. Həkimlər qarda, çovuğunda 1 kilometr məsafəni xəstəni əllərində gətiriblər. Hadisə Rusiyanın Kamçatka vilayətində baş verib. Təcili yardım həkimləri xəstəni 1 kilometr xərəkdə daşıyıb. Kamçatkada güclü siklon səbəbindən təcili tibbi yardım həkimləri ekstremal şəraitdə çalışmaq məcburiyyətində qalıb. Regional Səhiyyə Nazirliyinin məlumatına görə küləyin sürətinin saniyədə 45 metrə çatdığı şiddətli fırtına zamanı bir xəstəni 1 kilometrdən artıq məsafədə xərəkdə daşıyıblar. Hadisə yanvarın 13-nə keçən gecə baş verib. Ayaq sınığı olan pasiyent yol şəraitinin ağır olması səbəbindən avtomobillə daşına bilməyib. Həkimlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə güclü külək və qar fırtınasına baxmayaraq xəstəni təhlükəsiz şəkildə tibb müəssisəsinə çatdırıb. Nazirlikdən bildirilib ki, bu sutka ərzində qeydə alınan yüzlərlə çağırışdan yalnız biridir. Yataqda çürümə sindromu Z nəsli daim telefonla olduğu üçün, üstəgəl telefonla yataqda da yuxudan öncə məşğul olduğu üçün tamamilə beyinlərində kifayət qədər ciddi problemlər yaradırlar. Amma mənə elə gəlir ki, bu sadəcə Z nəslinin problemi deyil. Elə Y-də, ondan əvvəlki nəsillərdə artıq telefon aludəşisi olub. Şəxsən bizim operatorumuz indi əyləşib və o da telefonla oynayır. Z nəsli arasında yataqda çürümə trendi. Gənclər arasında yataqda çürümə trendi. 2024-cü il üzrə aparılan psixoloji trend analizləri Z nəsli gənclər arasında narahat edici bir davranışın geniş yayıldığını göstərir. Araşdırmalara görə bir çox gənc xroniki stress və zehni həddindən artıq yükləməyə cavab olaraq saatlarla yataqda qalaraq telefonda vaxt keçirir və yuxuya gedə bilmir. Psixologiyada yataqda çürümə adlandırılan bu davranış forması zahirən istirahət təsiri bağışlasa da, mütəxəssislər bunun əslində tükənmişliyin və emosional yorğunluğun göstəricisi olduğunu vurğulayır. Psixoloqlar bildirir ki, beyin həddindən artıq yükləndikdə özünü qorumaq məqsədi ilə qapanma rejiminə keçir və əlavə enerji tələb edən fəaliyyətlərdən yayınmağa çalışır. Mütəxəssislərin sözlərinə görə qısa müddətdə rahatladıcı görünən bu vəziyyət uzun müddətli perspektivdə ciddi mənfi təsirlərə yol aça bilər. Belə ki, davamlı yataqda çürümə diqqət toplama qabiliyyətinin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, motivasiyanın azalmasına və gündəlik fəaliyyətlərə marağın itirilməsinə səbəb olur. Psixoloqlar gənclərə stresslə mübarizə üçün passiv qaçış yolları əvəzinə yuxu rejiminin tənzimlənməsi, fiziki aktivlik, ekran vaxtının azaldılması və peşəkar psixoloji dəstək kimi daha sağlam üsullara üstünlük verməyi tövsiyə edirlər. İnsan öz immun sistemini idarə edə bilərmiş. Alimlər bunu kəşf edib, əvəzində tibb üzrə Nobel mükafatı alıb. Hazırda tibb dünyası məhz bu məqamı müzakirə edir. Baxaq görək nə məsələdir, özümüzü necə sağalda bilərik?
2025-ci ildə tibb üzrə Nobel mükafatı immun sisteminin necə idarə oluna biləcəyini izah edən mühüm kəşfə görə 3 alimə verilib. Onların araşdırmaları sübut edib ki, immunitet hər zaman bizi qorumur. Bəzən o, səhv hədəf seçərək orqanizmin özünə qarşı işləyə bilir. Mövzu ilə bağlı diyetoloq və psixoloq Miron Şakir öz Instagram səhifəsində paylaşım edərək bu kəşfin gələcək müalicələr üçün real ümid yaratdığını vurğulayıb. Alimlər xüsusilə T hüceyrələrin rolunu izah edib. Məhz bu hüceyrələr immun sisteminə hücum et və ya dayan siqnalını verir. Bu mexanizm pozulduqda birinci tip şəkərli diabetdə mədə-altı vəznin insulin istehsal edən hüceyrələri məhv edilir. Revmatoid artritdə oynaqlar zədələnir. Psoriazda dəri, dağınıq sklerozda isə sinir sistemi zərər görür. Xərçəngdə isə əks proses baş verir. İmmunitet şişi tanımır və ona qarşı mübarizə aparmır. Bu kəşf göstərir ki, immun sisteminin tormoz və qaz mexanizmlərini idarə etməklə həm autoimmun xəstəlikləri dayandırmaq, həm də xərçəngə qarşı immun cavabı gücləndirmək mümkündür. Bu tipdə yeni bir dövrün başlanğıcı sayılır. Azərbaycan kişiləri isə dünyada 4-cü yerdədir. Testosteron səviyyəsinə görə. Dünyanın ən ehtiraslı kişiləri isə Özbəkistanda imiş. Xəbəri izləyək. Azərbaycan kişiləri dünyada 4-cü yerdədir. World Population Review tərəfindən yayımlanan məlumata görə Azərbaycan kişiləri orta testosteron səviyyəsinə görə dünyada 4-cü pillədə qərarlaşıb. Statistik göstəricilərə əsasən ölkədə kişilərin orta testosteron səviyyəsi 740 nanoqram desilitr təşkil eləyir. Reytinq cədvəlinə Özbəkistan liderlik edir. Bu ölkədə kişilərin orta testosteron səviyyəsi təxminən 780 nanoqram desilitr olaraq qeydə alınıb. İkinci yerdə Xorvatiya qərarlaşıb. Burada göstərici 760 nanoqram desilitr civarındadır. İlk üçlüyü Kamerun tamamlayır. Siyahının 5-ci pilləsində Monqolistan yer alıb. Bu ölkədə orta testosteron səviyyəsi 720 nanoqram desilitr təşkil edir. 6-cı sırada isə 710 nanoqram desilitr göstəricisi ilə Efiopiya qərarlaşıb. Mütəxəssislər testosteron səviyyəsinə genetik qidalanma, həyat tərzi və fiziki aktivlik kimi amillərin təsir etdiyini bildirir. Qeyd olunur ki, testosteron səviyyəsi kişi sağlamlığı, əzələ kütləsi, enerji və ümumi fiziki vəziyyətlə sıx bağlıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.